İzahlı test 14-cü hissə 5-ci sinif ingilis dili 6, 7, 8-ci suala burada baxaraq 9, 10-cu sualı siz özünüz taparsınız. Şərtlərdə, kommentlərdə cavabını yazarsınız. 6-cı sual. Choose a correct variant. Düzgün variantını seçin. Do you love your parents? Yo ilə do işlənir. Bir üçüncü şəxsin təki ilə does işlənir. Qalan 6 şəxslərdə do işlənir. Do you love your parents? Doğrudur. A bəndi doğru cavabdır. Baxaq o birisi cavablara. Does you love? Does işlənməz burada. Yo ilə do işlənir. C bəndində köməkçi fe'l yoxdur. Burada do yoxdur. D bəndində love var. Əvvəldə yenə də sual cümləsi düzgün əmələ gətirmir. A bəndi doğru cavabdır. 7-ci sual. Choose a sentence with a modal verb. Modal fe'l olan cümləni seçin. Biz bilirik ki, modal fe'l can fe'li var, bacarmaq, must fe'li var, malı, məli mənasını verir. May fe'li var, olarmı, bilərəmmi mənasını verir. Biz tapmalıyıq hansı cümlədə modal fe'l var. A bəndi I like eating apples. Burada yoxdur. B bəndində how much is this shirt. Bu cümlədə də modal fe'l yoxdur. C bəndində we have a garden near our house. Burada da modal fe'l yoxdur. D bəndi can I take your book? Mən sənin kitabını götürə bilərəmmi? Can modal fe'li var burada. Bacarmaq, bilmək mənasını verir. D bəndi doğru cavabdır. 8-ci sual. Choose a correct question. Düzgün sual cümlələrini seçin. What is the weather like today? Hava bugün necədir? Bu cümlə doğrudur. What is the weather like today? 2-də how often it rains here? Burada köməkçi fe'l yoxdur. Biz do does'dan istifadə eləməliyik. How often does it rain olmalıdır. How often does it rain here? 2 səhvdir. Is he at home or at school? Is he at home or at school? 3 düzdür. What you have for breakfast? Burada olmalıydı. What do you have for breakfast? Do köməkçi fe'lindən istifadə etməliydik. Burada 1 ilə 3 doğru cavabdır. 2 ilə 4 səhvdir. 9, 10-cu suala siz cavablarını yazarsınız şərhlərdə. Videonu bəyənib kanala abunə olmağı unutmayın.